Burada ne edirik? Başlayırıq buradan seçmeye. Burada ölçülər neçədir? Bu çeviri neçədir ölçüsü? Verilib də neçədir? Radius 10'dur. Radius 10. Seçirik radius 10. Enter. Az. Bəs bu pozulmuş, yəni silinmiş çevrənin ölçüsü neçədir? O burada verilib. Yox, bu əslində qalsa şeyin ölçüsüdür. Deyəsən bunun ölçüsüdür də. Düz deyil. 30 bunun ölçüsüdür. Düz deyil. Görək bunun ölçüsü harada qeyd olundu. Bax, bunun ölçüsü burada qeyd olundu. 48 diametr. Görürsən? Bir dənə 48 diametr çəkək eyni mərkəzdə. Bir dənə də bu 30'luğunu çəkək. Amma radiusda o. Radius 30. İndi bu 48'lik var deyə. 48'lik hansıydı? İkinci. 48'lik üstündə burada fikir ver nələr var? 6 dənə balaca dairələr var. Bunların ölçüləri nə qədərdir? Deyə burada verilib. Neçədir? 4. Nə? Radius ölçü diametr. Hə? Bax, kvadrata kimi məsafə nə sayılır? Kvadratdan kvadrata kimi məsafədə, yəni aydındır. Bax, kvadratdan, bu kvadrat nədir? Sol kvadratdır, bu isə sağ kvadrat. Buradan bura kimi olan məsafə diametrdir, yoxsa radiusdur? Diametrdir, bəli, doğrudur. İndi fikir ver, bunu harada çəkə bilərik? Ya yuxarı kvadratda çəkərik, ya da aşağıda. Niyə? Çünki bilirsən ki, bura kvadratdır da. Amma bu hissələri bilmirsən axı haradadır indi. Uzaqlarını bilmirsən. Ona görə ya yuxarıda ya da aşağıda fərq yox. 4 diametr ölçüsündə nə çəkirik? Bir dənə çevrə çəkirik. 4 yazırıq. İndi seçib onu çoxaldacaq. Seçirik. Çoxaltmaq üçün bəli, ərrəyin içinə giririk. Onlar ərrəyi. Haradan çoxaltmaq istəyirik? Dedik ki, mərkəzdən. Bu neçə dənədir sayı? Elə 6 dənədir də. Ona görə elə buranı close array'ə qurduq. Bəli, onun özünü də seçib silirik. Sonra fikir ver. Gəl bu çoxbucaqlını da çəkək. Bu çoxbucaqlı neçə tərəfi var? Çoxbucaqlı var. 1, 2, 3, 4, 5, 6. Düz deyil. Ölçüsü neçədir? 32. Diametrdir, yoxsa radiusdur? Bax, bütövdür də. Deyir, burada bura kimi məsafə neçədir? 32. Bu nədir? Diametr, radius? Diametr. Bəli. Bütöv olanda diametr olur. Amma biz qayda yazmışdıq dəftərdə ki, çoxbucaqlı çəkiləndə diametrlə çəkilmir. Radiusla çəkilir. Ona görə 32 diametr nə etməliyik? Keçirməliyik radiusa. Diametrdən də radiusa gedəndə nə edirlər? Bölürlər, yoxsa vururlar? Bölürlər 2-yə. 32-ni də 2-yə böləndə neçə edir? 16 edir də. Aydındır. İndi gəlirik. Bəli, rektanglın içinə girib poligonu seçirik. Burada birinci soruşur ki, neçə tərəfi var? Deyirsən ki, 6 tərəfi var. Enter düyməsi vurur. Deyir ki, haradan çəkəcəyik? Deyirsən ki, mərkəzdən çəkəcəyik. Elə birincini seç. Burada çox fərqlənmir, 3-də çəkmirik də ona görə. İndi bunun ölçüsü neçə olacaq? 16 radius olacaq da. Bildin də niyə? 32 2-yə bölürük. Və demişdik ki, çoxbucaqlı nə ilə çəkilir? Radiusla çəkilir. O diametr. Burada elə bir verilən ölçü o diametri bildirir də. Enter düyməsini sıx. İndi görərsən ki, bunun ucu əslinə qalsa nədir? Yuxarıyadır. Düz deyil. Bunu nə ilə biz dəyişdirərik? Seçərik. Burada rotate var idi. Seç. Seç onu. Bunu seç. Bunu. Burada modify'da rotate var. Fırlatma. Rotate. İkinci. Bəli. Gəli, mərkəzə gəlirik. Sol düyməni vururuq. Belə, yenə də sol düyməni vurur. Düz oldu da. Aydındır. Belə. Bunu çevirdik. Sonra
Digər çevrələri seçmək istəyirəm. Aydındır. Digər çevrələri. Bax. Bu çevrədən bu çevrəyə kimi məsafə neçədir? 76-dır. Aydındır. Bəs bu mərkəzdən bura nə qədər olar? Yəni ortasından nə qədər olar? 2-yə bölürəm. Başa düşdün? 76-dır, 78-dir, 78-dir. Fikir ver, bildin mən nə demək istəyirəm. Yəni buradan bura kimi 78-dirsə, mərkəzdən aşağı və ya mərkəzdən yuxarı nə qədərdir? Onun yarısıdır. 78 ilə 2-yə bölündə neçə edir? 39 edir. Ne edəcək? Bir dənə 39-lu bir dənə line çəkəcək də. Aha. Çəkirik aşağı 39. Fərqi yox idi, yuxarıda çəkə bilərdim. Aha, eski basırıq. İndi gəlirik orada. Bunun ölçüsü neçədir? 2 dənədir. Diametri 8-dir, opsi neçədir? Radius 18-dir. Bəli, 2 dənə çəkirik. Diametr 8. Yox, bu radius 18 başqa şeydir. Dəqiqə. Bu radius 18 deyil əslində qalsa. Bu radius 18 başqa şey. Bax, bunun ölçüsü burada verilib də, kiçik, diametr 8. Amma bu böyüyün ölçüsü isə yuxarıda verilib. Fikir ver, deyir ki, bunun kvadrantına kimi məsafə neçədir? 24-dür. Düzdür, kvadrantdan kimi olan məsafə nə sayılır? Diametr yoxsa radius? Diametr sayılır da. Bütöv nə sayılır? Bütöv diametr sayılır. Demək ki, bunun ölçüsü neçəymiş? 24-müş. Yəni radius 18 deyil də, bu başqa şey. Gəlirik bir dənə də çevrə götürürük. Bəli, circle, diametr. Yəni orada neçə çəkirik? Yuxarıda verilib ölçüsü 24. Aydındır. Belə. Sonra nə edəcəyik? Bunu seçib silirik və zaten belə deyək də, zaten bax bunun ölçüsü də 24. Bir dənə də opşi, bir dənə də var. Elə 3 dənə də burada. 1, 2, bir dənə neçə? 3. Üçüncü neçəymiş? Radius 18. Bir dənə girək, bunu da çəkək. Enter düyməsini vurduq. İndi zaten yuxarıdakılarla aşağıdakılar nədir? Eynidir də. Nə edərik? Üçünü də seçib kopyalayarıq. Üçünü də seçirik. Modify-yə girdik. Kopyunu basırıq. Haradan mərkəzdən. Yuxarıya ver. Dümbədüz olsun. Qırıq-qırıq yaşıl xətti görək. Həsə gördük. Zaten bununla bunun arasında məsafə neçə idi? 78. Enter vururuq. Sonra da eski basırıq. Fisyo hazır. Aydın. İndi keçək digər məsələlərə. Digər məsələlər nədir? Burada. Deməli, nə edəcəyik? Buradan bura bir dənə toxunan seçməliyik. Aydındır. Bunlar nədir? Toxunan. Yəni, line ilə çəkirik də. Toxunan düz xət. Biri var, toxunan çevrə. Toxunan çevrə nədir? Tantan radiusdur. Amma toxunan xət nədir? Line ilə çəkirik. Biz normalda gəlib bunu belə çəksək, burada problem nədir? Bax, bunun içindən keçir xət. Aydındır. Eski vur. Bax, bunun içindən keçir. Aydındır, gəlir burada birləşir. Ona görə eski basırıq, delete basırıq. Neyinirik? Maqnit ayarlarına girib, bütün əmrləri neyinirik? Pasiv eləyib, tangenti aktiv eləyəcək. Clear ol, bir dənə tangenti aktiv. Tangent nədir? Toxuna çəkmək üçündür də. OK vururuq. İndi gəlirik draw'a, line'a. Sol düyməni bas. Fərqi yoxdur. Oradan da ora. Bas. Sol düyməni bas. Aha. Problem deyil, bas. Eski düyməsini basaq. İndi girək maqnit ayarlarını bağlayaq. Yəni, bağlayaq deyəndə ki, hamısı aktiv eləyək daha doğrusu. OK, bura. İndi seçək onu mirror eləyək. Yəni, aynalayaq da. Bura mirror. Mirror seçək. Sonra bunun mərkəzini gəl tap.
Aha, bastın ora. İndi çək aşağı. Dəqiq ora vurmuşdun. 100%. Sol düyməni bas. Bas sol düyməni. Hə, normal bas ki, kopyalansın. Yesi basanda yerini dəyişir. Yəni yesi basanda buradan götürür, buraya atır. Düz deyil. Bir dəqiqə, niyə bu belə olur? Aşağı seçmək olmur rahat. Aha. Sonra da bu ikisini seçin, mirror eləyək bu tərəfə. Aydındır. İkisini də seç, onu da mirror elə. Yoxsa bu mərkəzdən götürəcəksən. Yox, bu ikisini seç, bu ikisini seç. Aysa. Mirror'ı götür. Bu ikisi mərkəzdən götür. Aha. Aysa. Elə sol düyməni bas, düzdür o. Bunun onu bas. Все. Aydındır. Sonra da nə edirik? Keçirik trim işlərinə. Trim işlərinə keçirik. Aha, sil onu. Səliqə ilə, yaxşı diqqətlə bax ki, nəyi silməlisən. Aha. Sonra bu içlərdə də sil. Aha. Yaxınlaşdır. Sil onları. Sonra yuxarıda da. Sonra bunların özləri də gedəcək. Aha. Sonra başqa nə qaldı burada? Hə? Başqa heç bir şey. Düz deyil. Eski basaq. Sonra bunların kvadrantından bunun kvadrantına bir dənə line seçirik. Kvadrantdan. Yox, bunun kvadrantından. Yox, bu. Aha. Çək. Aşağıya. Düz deyil. Çək. Narahat olma. Sonra onu itirim eləyəcəyik. Eski bas. Sonra da onu seçdi. Mirror elə. Seç. Aynalayaq da, bəli. O mərkəzə nəzərə. Biraz açsan. Sol düyməni bas. Təsvir elə. İndi onu da trim eləyək. Hansı hissədən trim eləyik? İçindən keçən hissəni trim eləyik də. Modifaya girək, modifaya. Eski basaq. Hazır olmaz. Düz deyil. Bir dənə də bu hissə qaldı. Bu hissəni də necə eləyəcəyik? Bax, buradan. Bura kimi olan məsafə yoxdur bizdə, bizim əlimizdə. Amma deyir ki, bunun bu hissəsindən bura kimi məsafə neçədir? 5-dir də. Bildin necə? Normalda bizdə bu xəttin ölçüsü yoxdur əlimizdə. Aydındır, yoxdur da, neyləyə bilərik? Onda biz neyləyərik? Bu kvadrantdan bura kimi çəkərik, neçə eləyər? 5 eləyər, düz deyil. İndi gələk, line götürürük. Bu kvadrant, yəni mərkəzindən çəkirik belə 5. Enter vurun, indi qulaq. İndi bunu belə çəkdik, hə? Bunu da götürək, bura birləşdirək. Birləşdirək bura. Aysa, eski bas, bu əvvəlkini sil. Bəli. İndi bunu da neyəcəyik? Paralel xətt çəkəcəyik. Məsələn, bu opşi belə neçədir? 4-dür. 4-dürsə, sağa sola nə qədər düşür? 2 düşür də. 2 yuxarı, sola deyirəm, 2 yuxarı, 2 aşağı düşür də. Yəni, opşi neçədir? 4-dür də. Yəni, bu ölçüsü 4-dür. Bunu seçirik. Seçirik, bir dənə paralel xətt çəkəcəyik. Seçək. Gəlir ora. Offset. Bəli, offseti seçirik. Bu mərkəzindən götürürük. Yuxarıya veririk. 5 yazırıq. 2 yazırıq. Enter. Bu da soruşur ki, bu 2'nin hara? Yuxarıya yoxsa aşağıya? Bir dəfə yuxarıda mouse'un sol düyməsi bas. Bir dəfə də ortadakini seç. Çək aşağı. Aydındır. Belə. Sonra ortadakini götürsün. Eski vur birinci. Ortadakini götür. Sonra line ilə götür, bunları birləşdir. Aha. Mouse'un sol düyməsini basın. Bilirsən ki. Bir uzundan götür, öbür uzundan birləşdir də. Aydındır. Çünki bizdə bunun ölçüsü yoxdur da. Amma biz əvəzində nə edirik? Boşluğu çəkirik ki, 5'dir. Aydındır. Burada başqa bir şey qaldı mı çalışmada etmədiyimiz? Məncə bir şey qalmadı. Bu videonu da stop edək.